Bismillah. 3 iyul üçün bürclərin ən şok proqnozu. Qoç gün sizdən təmkin tələb edəcək. İş və şəxsi həyatda gözlənilməz dəyişikliklərə çevik uyğunlaşsanız, üstünlük qazana bilərsiniz. Buğa, maddi baxımdan sevindirici xəbər və ya yeni qazanc imkanı yarana bilər. Köhnə bir plan yenidən aktuallaşacaq. Əkizlər, ünsiyyət və danışıqlar üçün uğurlu gündür. Gözlənilməz bir görüş gələcəyinizə müsbət təsir edə bilər. Xərçəng, ailə daxilində xoş anlar yaşana bilər. Duyğularınızı açıq ifadə etmək münasibətləri gücləndirəcək. Şir, uğur sizin tərəfinizdədir. Cəsarətli addımlar atmaq üçün əlverişli gündür və zəhmətinizin qarşılığını ala bilərsiniz. Qız, xırda anlaşılmazlıqlar mümkündür. Tələsmədən hərəkət etsəniz, problemlərin qarşısını ala bilərsiniz. Tərəzi, yeni tanışlıqlar və maraqlı təkliflər gündəmdə ola bilər. Şəxsi həyatınızda müsbət dəyişiklik hiss ediləcək. Əqrəb, maliyyə və emosional mövzularda ehtiyatlı davranmaq faydalıdır. Mübahisələrdən uzaq durmağa çalışın. Ox atan, enerjiniz yüksək olacaq. Səfər və təhsil və ya yeni layihələrlə bağlı sevindirici xəbər ala bilərsiniz. Oğlaq, məsuliyyətiniz artsa da səbriniz sayəsində uğur əldə edəcəksiniz. Rəhbərlik tərəfindən diqqət çəkə bilərsiniz. Dolca, yaradıcılıq və fərqli baxışınız sizə üstünlük qazandıracaq. Dostlardan gələn dəstək əhvalınızı yüksəldəcək. Balıqlar, intuisiyanız güclənəcək. Daxili hisslərinizə güvənmək düzgün seçim etməyinizə kömək edəcək. Günün ən şanslı bürcləri Şir, Ox atan, Buğa. Günün ən gərgin bürcləri Əqrəb, Qoç, Qız. Qeyd, bu astroloji proqnoz